Salam aleyküm dostlar, hər vaxtınız xeyir. Azərbaycanın hər bir bölgəsinə salam deyirəm. Xaricdə yaşayan Azərbaycanlılara da salam deyirəm. Dostlar, bu günləri görürsünüz. Qaysı ağacları, ərik ağacları çiçək açıb. Bu günlər hava soyuqdur, istəyirik bunlar. Çiçəklər normal bar versin. Yəni, meyvə qalsın, ağaclar saxlaya bilsin. Martın 30'udur, hava soyuqdur, çox soyuqdur. Bu da çiçəklərin tutmamasına səbəb olur. Biz istəyirik ki, çiçəklər meyvə saxlasın, gələcəkdə meyvə bol olsun. Bunun üçün dostlar, bu koruz dərmandır. Koruz dərmanı dostlar. Bəli, yine ki 20 litre suya bir 10 gram, bu yanda özü değil de bir 10 gram, 15 gram katılır. Heç normal, 10-15 gram, 20 gram katırıq. Sonra biraz da kley tökürük dostlar. Kleyin de az açılmış. Yapıştırsın da şeylere var. Kleyini de tökürük. Əssalam. Dostlar, indi bunu karıştırır ağaçlara. Olacaq. Dostlar, biraz su döktüm buna, 1-2 litre kadar. Dedim bu biraz karışsın. Karışsın, sonra derman tam şekilde karışsın. Sonra neyniyək? Ağaclara tətbiq edeyik bura. Vura bilərsiniz dostlar. Derman vura bilərsiniz siz də. Ərik ağaclarını, alça ağaclarını. Sağ olun, Allah bereket